Kənd adamının bu dəfəki səfəri Samuxadır. Samux ən böyük aqrar rayonlarımızdan biridir. Burada həm əkinçilik, həm də heyvandarlıq təsərrüfatları var. Meyvə bağlarına da söz ola bilməz. Mən elə indi həmin bağlardan birinə gəlmişəm. Casa Agro. Girişdə Zabil adlı qardaş məni qarşılayır. Zabil deyir ki, 200 hektardan artıq ərazidə intensiv meyvə bağı salınır və burada yüksək keyfiyyətli, müxtəlif növ meyvə çeşidlərini yetişdirirlər. Həm də ixrac edirlər. Şaftalı, nektarin, gilas, alma və armud ağacları var. Ağacları da İtaliya, İspaniya, Fransa, hətta İsraildən gətirib əkirlər. Mən ora gedəndə mövsümün elə vaxtı idi ki, adı çəkilən bütün meyvələri demək olar ki, yığıb qurtarmışdılar. Heç nə qalmamışdı. Amma bir dənə alma qalıb ağaclarda. Alma yığmağa gedən işçiləri gördüm. Elə dedim qoşulum onlara, gedim mən də bir işin qulpundan yapışım. Kənd adamı alma yığacaq meyvə bağında. Getdik. Ya Allah. Nə maraqlıdır bu. Yolcu yolda yerə, Zabil, sür qardaş. Kənd adamı elə kənd adamlarıyla bir yerdə, zəhmətkeş bu insanlarla bir yerdə, mototsiklın arxasında. Hə, vəzir? Bəli. Hara gedirik? Sahaya meyvə yığmağa. Nə meyvəsi yığmağa gedirik? Alma. Alma yığırıq. Kurbanın ağarması, avalam yemeye var almasın. Kurbanın ağarması, avalam yemeye var almasın. Amma bu Qubanın alması deyil də, bu Samuxun alması. Bu Samuxun alması, Bəlama mahnının özü Qubanın alması. Təbii ki, bizim Azərbaycanda ən gözəl alma Bəli, Qubada yerləşir. Quba alması Bəli, sayılır. ona görə də bəli. Bir brenddir də, adı Bəli, var, Quba bəli. alması. Sizi tanıyaq xanım? Heyran, Heyran. Yoxsa Reyhan? heyran. Heyran olsaydı bir dənə Aydın əmi Dağlar qızı Reyhan mahnısı olardı, hə? Heyran xanım, necəsiniz, nətərsiniz? Bu əsasən belə bir fikir var da, deyirlər ki, kənd təsərrüfatı əziyyətli işdir və burada daha çox kişilər işləməlidir. Amma siz bu fikri qəbul eləmirsiniz yəqin. Kadınlar da işte. Hanımlar da çiyin-çiyinə kişilərlə işləyə bilər. Və siz bunu bacardınız. Çoktur burada. Qadınlar da çoxdur. Ha böyle kişilerle sinsiyle işte. Sən neçə ildir burada işləyirsən qardaş? 3 il olardı. 3 il olar. Nə iş görürsən burada, bu bağda? Meyvə yığırıq. Meyvə yığırsan. Əla, mən də sizlə meyvə yığmağa gedirəm. Alma elə bir meyvədir ki, uşaqdan böyüyə hamı sevir və yeyir. Alma haqqında mahnılarımız da çoxdur. Alma, almaya bənzər adlı filmimiz də var. Zabil, çatdıq. Çatdıq. Zabil, görsən yol boyu mahnı oxuduq. Söhbət elədik ki, bu yolumuz maraqlı olsun. Hə, kənd adamına baxanlar, biz indi düşürük. Heyran xanımın üçün qapıları açaq. Gəl, Aydın dayım. Bax, mən bu insanlarla, zəhmətkeş adamlarla bu meyvə bağında, Casa Agro'nun alma bağında, burada bir neçə meyvə var. Hal-hazırda təbii ki, mövsümə görə alma dərmək mümkündür. Hə, Zabil, düzdür də. Biz indi bu əşyaları götürəcəyik, səbətləri, vedrələri, başqa nəyimiz var meyvə yığmağa. Mən də sizə kömək edəcəm. Kənd adamı Samuxdadır. Bax, burada bir qab var. Görürsünüz, hə? Bu mənim üçündür. Bunu keçirdirəm boynuma ki, rahat, necə deyərlər. Meyvəni yığacam bura, sonra gətirib buradakı yeşiklərə başlayacağıq. Ay Aydın əmi, Bəli. haradasan? Heyran xanımla vəzir oradadır. Siz də buradan yığırsınız, mən də sənə kömək eləyəcəm buradan. Bu Majestic sortuna oxşuyur, hə? Bəli. Al yanaq deyirlər də deyəsən buna. Bəli. Meyvəni yığanda, mən eşitmişəm ki, xüsusi olaraq almanı yığanda əslində daha çox qayçıdan istifadə etmək lazımdır. Yoxsa yox, həmişə belə Qaçıdan deyil. istifadə eləmək lazımdır. Bəli. Niyə? Bax, onun Çünki səbəbi bax, nədir? Bunun, çünki bax, gördüyünüz gərək bura bütün qopar, dibdən qopmayır. Ay sağ ol. Onun O üçün. çürümə baş vermir də Bəli, onda. bəli, bəli. Bax, bu saplaq deyək də, Bəli, saplaq saplaqlı. orada qalsa, Bəli. buradan Amma bu qopsa, əksinə baxsanız, bax belə olmalıdır, saplaqlı olmalıdır ki, alma belə onda bitdi görsənir. ay sağ ol. Yəni bunun belə deyək də,
əmtə görünüşü deyirlər də. Bəli, bəli. Tavarni vid rusca. Onda daha yaxşı olur. Belə məqamlar var. Meyvəni səbətlərə boşaldanda yuxarıdan olmaz. Maksimal aşağı məsafədən, hətta bunu buradan çıxardırıq. Adiləm, düzdür? Bəli. Yumuşaq, əzilməsin Əzilməsin deyən. və səliqəli şəkildə Bəli. bura yığmaq lazımdır. Yəni atmaq, tullamaq olmaz. Almaları yığdıq, qurtardıq. Mənim işim bitdi, işçilərin işi isə hələ davam eləyəcək.